Amerika Birleşmiş Ştatlarının paytaxtı Vaşinqtonda toplanan Türk icması Xocalı qurbanlarını andılar. Heydər Əliyev Fondu tərəfindən Türk icmasına göndərilən fotolardan ibarət sərgi təşkil olunmuşdu. 2 gün davam edən sərgiyə yüzlərlə Amerikalı ilə yanaşı Türklər də maraq göstərdilər. Türk icmasının üzvləri çıxışlarında ermənilərin Azərbaycanlılara qarşı apardığı soyqırım siyasətini xüsusi olaraq qabartdılar. Ermənistanın terrorçu siyasətini müasir dünyaya tanıtmaq üçün Azərbaycanlıların da dəstəyinə ehtiyacları olduğunu söylədilər. Konfrans çərçivəsində Amerikalı jurnalist Thomas Holtz'un Qarabağ Futbol Klubu barədə çəkdiyi filmin Amerika cəmiyyətinə təqdimatı oldu. Film haqqında fikirlərini bölüşən Amerikalı jurnalist dedi ki, o, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini dünyaya fərqli formada təqdim etmək istəyir. Təbirincə desək, yer üzündə milyardlarla tamaşaçısı olan futbol üzərindən bir xalqın faciəsini tanıtmaq daha effektli ola bilər. Azerbaycan'daki destek devlet yoktur. Ben istemeden devletin gelsin desteği vesaire. Şirketlerde yoktur. Ancak şahsi destek de gelir. Bu yani büyük dostlar diyelim ki var olan insanlar hem de yani lap kesip insanlar. Ben yani 5 manat aldım falan kezden yani 10 manat aldım başka bir seminer. Bəli. Kiçik zal olmasına baxmayaraq, tamaşaçıların əksəriyyəti Amerikalı idi. Türk icmasına yaxınlığı ilə seçilən bu tamaşaçıların hər biri Amerika Üniversitetində professordu. Harika bir filmde. Muhakkak satın alacağım. Çok teşekkür ederiz. Çok güzel hazırlanmış. Teşekkür ederim. Amerikalı jurnalist Thomas Holtz söylədi ki, Vaşinqtonun ardınca film New York və Kaliforniya kimi böyük şəhərlərdə nümayiş olunacaq. Kaliforniya Üniversitetində isə filmi izləmək üçün ən azı 800 nəfərin imkanı olacaq.